Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Salam əleykum. Demək istəyirdim, əgər bu yaşa çatmışsınız, min şükür və bu yaşda sizinlə bərabər valideynləriniz də sağdırlar, atanız, analarınız. Siz ən xoşbəxt insansınız. Çünki hər insana nəsib olmur ki, bu yaşda valideynləri bir olsunlar, bir qalsınlar. Və vaxtınız varsa, bunlara vaxt ayırın. Vaxtınız varsa bunlarla vaxtınızı keçirin. Bu dost, tanış, gəzmək, bu həmişə olacaq. Amma onu bilin ki, valideyn olmaq heç nə əvəz eləməyəcək. Deyirləri, valideynləri bağışlamaq lazımdır. Onlar sizi incitmişdilər, küsmüşsünüz onlardan. Bunu bağışlayın valideynləri, bunlar belə idilər. Amma onlara sizə qədər zaman fikirləşməyə verilməmişdilər. Və deməyə ki, mən valideynlərimdən küsmüşəm, incimişəm. Bunlar necə bacarırlar, bunlar necə çalışırdılar. Bunu Allah bilir. Nə bacarırdı, nə bilirdilər. Bunlar ona çalışırdı, sizə öyrətmə, sizə göstərmə. Bunlara heç kim zaman verməmişdi fikirləşməyə. Heç kim bunlara şərait qurmamışdı ki, özün üçün yaşasınlar. Yəni, deyəsən ki, mənə qarşı belə hərəkət elədi, mən səndən incimişəm. Bunlara sizə qədər zaman verməmişdilər. Və bunları başa düşən yox idi. Deyirdilər, işləməlisən, oxumalısan, pul qazanmalısan. Amma sizə maşallah o qədər şərait qurublar. İndi siz gedəndə kiminsə yanına, deyirsən ki, heyfdir ki, mənim atam belə deyildi, heyfdir ki, mənim anam belə deyildi. Amma bilin ki, vaxt gələndə siz özünüz valideyn olarsınız. Amma çalışarsınız ki, düz özünüzü apararsınız, uşaqlara düz tərbiyə verəsiniz. Amma heç kim demir ki. Bunlar necə öyrədiblər sizi? Siz də bunlara baxıb hərəkət edəcəksiniz. Yəni sizin valideynlərinizə deyəsiniz ki, bunlar düz uşaq zamanı deyəsiniz ki, bunlar bizi düz tərbiyə vermiblər. Amma həmənki zaman siz tərbiyə verəndə öz uşaqlarınız başa düşəsiniz ki, necə bunlar düz olublar. Əgər sizdə indi vaxtınız varsa, siz öz valideynlərini bunlardan siz üzr istəyin. Bunlara siz deyin ki, necə bunları siz çox istəyirsiniz, valideynlərinizi çox istəyirsiniz. Yəni bunlardan siz üzr istəyin. Deməyin ki, mən səni bağışlayıram, sən belə edin, mənə qarşı. Əksinə siz bunlara üzr istəməlisiniz ki, bunlar çünki sizi necə var qəbul edirlər.